razı olsun Arzu xanım. Bir dənə mən düzdür, Allah bütün valideynləri qorusun. Mənə dəstək duranlardan biri də olub çöldə. Düzdür, mən özüm getməmişəm. Hacı xanım var Lənkərandan. İndi bilənlər bilir kimdir o. Daha çəkmirəm. İstir, mənə Rusiyada olanda da onlar dəstək olublar. Bir də Hacı qardaşımız var Ağarəşdağa, Masallıdan. Allah ona da kömək olsun. O da mən hər zaman dəstək olub. Sağalmağımda, işlə, güclə var. İndi mən özüm səhv eləmişəm, getməmişəm. Allah Hacı xanım anamıza, oğluna qənə-qənə rəhmət eləsin. Allah ona can sağlığı, cənnət qismət eləsin. Bilənlər biləcək mən kimi deyirəm, Hacı xanım kimdir. Azərbaycanda bir dənə adam, bir dənə Hacı xanım deyilir. Allah ömrünü uzun eləsin, canını sağ eləsin. Kim ki kömək eləmək istəyib, eləyir, hamısını Allah canını sağ eləsin. Belə deyim də Rəşad, sənə eləyirlər, amma sən qədrini bil. Bilməmişəm. Bilməmsən, ay sağ ol. Ancaq inşallah bilərəm. O bir insan pik nöqtə var da, o insana çatan moment. İndi şükür Allaha, buranın sahəsində də o, mənim başımda biraz psixoloji problemi var. Demirəm dəliyəm, gicəm, artıq əskər, yox. O elə bir müəyyən şeylər var ki, o da mənim içimdəki problemdən əmələ gəlir. Onlar da inşallah burada sağalaram, çıxaram. Sizi də doğrularam. Yürü qaqam, nuş elə, tort gələcək. Yeməyimizi yeyə, yazırlar tort.